Gəncənin adsız küçəsinin problemlərindən danışacağıq. Sakinlər küçələrin adsızlığına görə ünvanlarına sənəd ala bilmirlər. İllər əvvəl evlərindən köçürülüblər, lakin hələ də sənədsiz yaşayırlar. Müraciət etdikləri qurumlardan isə müsbət cavab ala bilmirlər. Əməkdaşlarımız vətəndaşları dinləyiblər. Bizə söz verdilər ki, yəni hər bir şeyinizi təmin eləyəcəyik. İndi oradan biz gələndən, köçəndən ancaq evləri sələmə girib evləri düzəltdirik. Ev yararsız vəziyyətdədir. Evlərimiz baş çəkə bilərsiniz, utana elə çatlarımız var. Yəni harada gedirik, sənəd dalından həkimə gedirik, uşaqlara məktəbə aparırıq. Gedin deyə sənəd gətirin. Biz özümüz bu dəqiqə kağız ala bilmirik. Sənəd də heç yerinlə yoxdur. Biri deyir, nə bilim, kimin yeridir bura, sənəd verilməyəcək. 100 dəfə getdik qorxuma, icraya. Dedilər ki, hə veriləcək, indi də deyir, verilmədi. Neçə dəfə getmişik, deyirlər, köşməyərdiniz uzaq başı. Sənədsizdir, heç nəyimiz yoxdur. Sözü gedən yaşayış massivində təxminən 100-dən artıq ailə yaşayır. Bura köçürülən sakinlərin evləri üçün nəinki sənəd, heç küçəyə ad belə verilməyib. Sakinlər deyir ki, köçürülən zaman onları aldatıblar. Yəni evlərin bütün infrastruktur şəraiti olacaq deyilsə də heç evlərin hasarı da olmayıb. Özləri xərc çəkərək nəsə yaratmağa çalışıblar. Amma yenə də evlərdə ciddi problemlər qalır. Hər şeyin problemi var. Nə eləməyiblər, barı çəkməyiblər. Darvaza qoymadılar, təzdən aldıq. Ay kömək eləyəcəyik, sroşnu çıxın. Heç nə də eləmədilər. Söz verdi, dedi ki, arxeyin olun, hər şey öz qaydasında. Qardaş, heç nə də öz qaydasında deyil. Barımız yox. Evin krişanın altı bombalanboş idi. Təzədən özümüz material alıb düzəltmişik. Birinci problemimiz evlərimiz sənədsizdir. Gətiriblər, yəni töküblər bura. 97 dənə ailədir. Hər ailədə 2 dənə, 3 dənə körpə var. Bu hamısı ki, Azərbaycanın gələcəyidir. İcra hakimiyyətinə müraciət eləmişik, deyir, hələ planda yoxdur. Bu sənədsiz ev kimə lazımdır? Yaranmış vəziyyətdən təngə gələn sakinlərin şikayətlərini Gəncə şəhər icra hakimiyyəti rəsmilərinə çatdırdıq. Qurumdan bildirildi ki, sakinlərin şikayəti ilə bağlı məsələ diqqətdədir. Onların problemləri istiqamətində addımlar atılacaq. İlham Məmmədov, Diana Cəlali, Space Xəbər, Gəncə.